Hamıya salam, mən Mirzə. Mən Cəmil. Biz bu günləri zalda kürək məşqi eləyəcəyik, yəni pul məşqi. Pul məşqinə nələr aiddir, Cəmil desin. Deməli, kürəyə ən azı bir 4 hərəkət işləyəcəyik. İkisini mən deyərəm, ikisini Mirzə deyər. Mən deyərdim elə bir hərəkət mən deyim, bir hərəkət sən elə ardıcıl çəkir. O da olar. Hərəmizdə sonra bir biceps əlavə eləyərik. Olmazsa olmaz. O var. Qollar Bir də da çiynin arxası. olar. Qollar da pamplayıb çıxarıq zaldan. Adətdəndir. 100%. İndi keçək məşqə. Keçək. Getdik. Birinci hərəkət sən deyirsən, mən deyim. Mən deyim. Demə. Mən bilim nə deyəcəyiz ha. Wide grip pull down. 100. Olmazsa olmaz. Başlayaq. Amma mən yaxşı razınlıq eləməmişəm, bir 2 set silmə eləyəcəm. İşlək setdən əlavə mütləq yaxşı isinin. Hər məşqdə, hər hərəkətdə. Nə qədər yaxşı isinsəz, əsas setinizi də işlək hərəkəti o qədər yaxşı eləyəcəksiniz. Neçə təkrar eləmək istəyirsən? Mən idealım 6-8-dir. Mən bunu 8-10, axırıncı seti 6-8 fikirləşirəm. O. Bu arada deməm ki, 3 set girəcək, 2 set girəcək. Ümumi 4 eləyək. Elə ki, mən birinci ikisini silmə sayıram, heç onları set saymıram. Şimdi bu elədiyin setdir. Bir yağ elədiyim set idi, indi eləyəcəyim də set olacaq. Bayaqkın 1 saysam, onunla başqa neçə eləmək istəyirsən? Bir dənə. Neçə kilo idi bayaq elədiyin? 60, indi 70 girəcəm. 70-ə qoyun Mirzə. Ha, brat. 8 dənə geçsə yaxşı. Kömək eləyim mən sənə. Yo, özüm eləyəcəm. At qaza qədər. Getdi. Qaqaşdır eləyir. Yap hadi. Gədə amanyak zad gətireyini. Nəşatil. Davay. 70'dədir brat. Yes. Əslində olan 110'a qoymuşam. 1, 2, 3, 4. biraz kömək. Oyna. Bir diğer de son bir. Son bir. Ulan gülüm. Süper. Yaxşı getdi. Yaxşı. Yəni bura çəkərsən sənə zəhmət. Amma qoyuram indi 90-a. Video yaxşı izlənsə gələn dəfə full-layacam siz. Belə normalda fullaya bilir, fulluyur. Bu günləri. Sayğıdan. Getdik. 1 qışı, 2 əla, 3 yaxşı, 4, 5 əla, 6 yaxşı, 7, 8, yəni qədər. 9, bir dənə daxınızı. 10, əla. 11, 12. Kürədə mən də düməndən eləyib. Trisepsi qoşdun orada. Yaxşı idi. Oh, yaxşı. Ləmka lazım olacaq ikinci hərəkətdə. Olar yəqin ki, bəlkə ikinci hərəkətdə sən deyəsən. Niyə? İkinci də sən dinən, mən çünki fərqi yoxdur mən. Bu rovu da eləyə bilərəm, bunu da eləyə bilərəm. Amma bir dənə cable rovu olmasın. İkinci ilə mən deyirəm səgər. Pull-down elədik qanatlar üçün. İndi də sirtəcəyimiz hərəkət olsun ki, kürəyin üst hissəsi, arxa çiyin, biraz da trapez rhomboidlər istifadə olunsun deyə bu alət olsun. Geniş tutuş. Grip loaded, chest support, geniş tutuş. Loaded isə kürənin qalınlığı üçün amma olsun. Amma mən bunu qabaqdan geniş çəkişlərdə yaxşı hiss eləmirəm. Ondan sonra T-bar eləyə istəyirsən. eyni, geniş eləyirsə eyni zaten istəyək deyəcək bizdə. Burada T-barı daha yaxşı hiss edirəm kürəkdə, nəinki bu. Eləyəmə fərq eləmirəm. Geniş tutuş eləyəcək. İkisinin də zaten orta özəllik, ikisini də sinə dəstəklidir deyə. Düz orada biraz sinə daha çox sıxılır. Belimizi zədələmə kimi bir təhlükəsi olmayacaq. Girək də burada hansı təkrar aralığı? Mən burada da 6-8. Burada da məncə burada 6-8, maksimum belə 3 set eləsən, birinci seti 10, ikincini 8, üçüncü 6. Mən hətta çox vaxt ağır çəki qoyub 5-6 edirəm. O da o da məntiqlidir. Elə eləyirsənsə 2 set də məncə bəs eləyir. Mən zaten demək olar ki, kürəkdə hər bir şey 2 set edirəm. 2 set edirəm. Mən nə bilim o vaxtdan bəlkə öyrəşmişəm deyə birinci setin nisbət tam isinmə də deyil ha. Normalda işləyəcəyim çəkinin hardasa bir nə bilim 60%, 50% ilə
isinməyə oxşar eləyib. Ondan sonra ikinci, üçüncü setdə əsas təkrarlara girirəm. Ha, mən də biraz Ağır fərqlidir. Mən isinməni tam bitirib 2 işlək setdə eyni çəkin edirəm. Sən onu ümumi isinməni ilə bu promo setlərə girirsən. Mən sırf işlək seti sayıram. Setdə. Hə, birinci setdə həmişə 1-2 təkrarı saxlayıram ehtiyatda. 2-də Allah nə verdisə. Onda bu günləri mənə uyğunlaşır, belə deyək. Ha. Gəlin. Hər məş dəyişəcək. Gəlin səfər çıxdı. Burada da deməli ən böyük səhvlərdən biri dartanda belə dartırlar çox adam. Dirsəklər bu vəziyyətdə düz çox danışamıram. Cəmilsən başa sal. Əsas məqsəd mən belə göstərim hətta. Trapez, ramboidlər, biraz da arxa çiyin. Üst kürək, qalın kürək. Bu qədər sadə. Ən əsas bucaq dirsəyin bu nöqtədə gəlməlidir. Bu yox. Zaten bu da yox. Arxa çiyinin hətta gözləyir. İkisinin ortası 45 dərəcə. Necə? Düzdür. Ona Razıyam. skoru sağırın. Qaldırım bura yüngül olacaq hep sənin üçün. Bizlər İsinmək üçün biz özümüzdən böyük hörmət edirik bura. Mən 15 yaşım var. 15 nömrə biraz. Elə mən də böyüdümürəm. Allah razı olsun. Sən neçə yaşad atdın bundan? Sən çox əşlədin bunu. İndi videoya baxanda görəcəksən, sonra da nəsə danışsan romboizlər. Ölürsən orada. Arxadan səslə gəl. Bir də vacib bir şey deyim. Biz belə deyirik, gülürük biraz. Siz bu hissəsini görürsünüz. Yaxşı dincəlin. Minimum belə ağır setlər işləyirsə, xüsusilə kürək kimi böyük əzələlərdə minimum 3 dəqiqə. Minimum 3 dəqiqə. Yəni 1 dəqiqənin dincəldim, girim. Özümü yaxşı hiss edirəm mən 30 saniyə. Mənasızdır. Aç taymeri, minimum 3 dəqiqə dincəl. Gir setivə. Yox 5 dəqiqə, 10 dəqiqə telefonla oynamayın. Ya da 1 dəqiqə yalandan girməyin. Seti bərbad eləməyin. Keyfiyyətli işləyin. O sizi inkişafa aparacaq. Təbii ki, qida və yuxu da yerindədir. Yerində öz qaydasında. Sadəcə bəziləri telefonla çox oynayır, ya söhbət zat çox eləyir deyə. Bir də görsən bizdə dincəlmə aralığını dəhşət uzun qoyurlar. 5 dəqiqə, 10 dəqiqə. Dala gəlmisənsə, fikrin burada olmalı. Bir də bir şey görmüşəm. Məsəl üçün proqram götürürlər hardansa, olsun ChatGPT-dən və yaxud da ki, internetdən hansısa bir saytdan. Yazılır məsəl üçün normal proqramda, tutaq ki, lat pull down 4 set 12 təkrar. Row məsəl üçün 3 set 12 təkrar. Qoşunda set təkrar aralıqları yazılıb. Gəlir məsəl üçün, tutalım ki, bu hərəkət T-bar rowu 20 çəkiyə qoyur, 12 təkrar eləyir. Halbuki 12 təkrar yox, o çəkinə 15 təkrar eləyə bilər. 20 təkrar eləyə bilər istəsə. Ondan sonraki set yenə belində tutub ki, mən bunu 12 ilə eləməliyəm, gəlir təzədən təkrar eləyir. Nə deyirlər ona? Progressive overload. Progressive overload elə. Progressive overload nədir? Sən məsəl üçün gəldin bu günləri 20 çəki ilə 12 təkrar elədin. Ən azından həmən gün olmasa belə, ondan sonraki pul günündə, çəkiş günündə heç olmasa bir set 22 yarımla və yaxud 25 ilə yoxla. Bədəni çünki sən bədənə o stresi verməsən birdən-birə, o çəkini qaldırmasan. Bədən onsuz da məsəl üçün bu günləri 20 ilə eləmisən, 20-yə öyrəşmisən, yenə də davam edəcək, inkişaf prosesi dayanacaq. Amma sən yavaş-yavaş çəkiləri artırdıqca, düzdür, məsəl üçün birdən-birə 30-a qaldırıb yenə 12 təkrar eləməyə məsləhət görmürəm. Texnika pozmamaq şərti ilə və progressive overload-u sadəcə 20 keçən məşğulə demir. 22-25 bu dəfə eləməyə məcbur deyilsən. 9 dəfə eləmişdən 10 dəfə elədi. Bu da progressive overload-dur. Daha ki, eyni say eləyə bilərsən, texnika daha yaxşıdır. Progressive overload-dur. Daha az dincəlib elədin, daha yaxşı hiss edin. Bunlar hamısı progressive overload-dur. Gücünüz artırsa, əzələ kütləniz artır. Bu düz mütənasibdir. Bir də ki, özünüzü başqaları ilə müqayisə eləməyin. Heç vəz. Bu idmanın çünki sonu yoxdur. Dünənki özünüzlə müqayisə edin. Dünənki özünüzdən yaxşısa başqa heçsə. Girin bura. 60 deyir. Götürməyə kömək edeyim yerinə. Sən yıxılıb qalacaqsan burada. Yox, götürməyə. Davay, gözə sayım. 1, 2, 3, davay. Bırax. Getdi. 5, 2, 5, 3. Ən az 3 dənə öncə. Davay. Davay, 2. 5, axıra qədər son 1. Dat. 2 dənə. Davay. Dayımıram. Day. Bir daha mıdır? Bir dənə. Davay. Axıra. Super. Super. Video saxlayırıq. Bizdə o bir dünyanı paralel evrənə keçir. Şey gördüm, Saman yolunda şey var idi. Axsaslı dedi. Onu gördüm, gəldim. 6 təkrar ataram.
Bəlkə 90. Ürəyin istəyir qoyaq. Şübhəli. PR ola 90. 80 eləmişəm mən sonra. O da gələn 80 neçə eləmisən? Neçə təkrar eləmisən? 5-6. Gəl 85. Qoy. Gələn məşq 100 qoyarıq ha. Gələn məşq 90 da, bırak yavaş-yavaş. Davay. Götürməyə kömək eləyin. Zəhmət olmasa. Sağa götürək. 1, 2, Götürməyə yer yox, deyiblər. Davay. şah, bırax. 1, qəşəng. 2, əla. 3, yaxşı. 4, 5, 3 dənə daha. Bir dənə çox, bir dənə. 6, yaxşı. Özün saxladın yoxsa? Hə. Qəşəng idi. Çünki sinəyə çox basır, burama əzir. Ağrı 2 idi, təkrar gələrdi yəni, çörək olaraq gələrdi, amma bu bir balaca aşağı olsaydı Mirzə, bir balaca. Heç olmasa bu aşağı olmasa belə olur məsəl üçün aparatı şey eləmək üçün, Aşağı aşağı yuxarı qaldırmaq üçün. Ən Özümüzə azından uyğun. sinənin bu hissəsi yox, biraz göbək hissəyə gəlsəydi, Hə. dalından yanmazdı. Neynəmək olar? Mirzənin favori hərəkətidir. Keçən məşq mənə işlətdi, dəhşət bir şeydir. Sadəcə axşam vaxtı istifadə eləməyimiz tövsiyə olunmur. Millətin də məşq eləməyinə imkan verməlisiniz. Amma belə yaşa sizsə 50 sm qol zadı varsa, heç kəsə istədiyiniz. Amma 50 sm bir qolu olan biri gəlib burada işləmək istəsə, sən bunu götürmək istədim də görəsən ki, burada triceps işləyir. Bəli. İlk iki hərəkətimiz hardasa ağır çəki ilə girməyə uyğun idi. Biomexanika olaraq dartma bucaqları əl verir. Bu hərəkətdə isə yanma. Məqsəd daha çox keyfiyyətli. 10-10 üzəri təkrarlar daha keyfiyyətli işləməlidir. Hətta deyərdim 12-15. 10 Bəli. hətta deyərdim azdır. Bu vəziyyətdə dirsəklərlə apardıq latları sıxırıq yavaş-yavaş. Düzdür, birinci setlərdə elə də ağrı sürünmür. Ondan sonra amma yavaş-yavaş yandırmağa başlayır. Bir də bura şeylər haqqında nə düşünürsən? Məsəl üçün gəlirlər kürəyə 7 hərəkət, sonra Vaxt itirməsi. Fəhləlik, Hə. fəhləlik olur çevirəcək. Gedi inşaatda fəhləşdirsə daha yaxşıdır. Ən azından orada pul verəcəklər ona. Ən azından. Üstünsəmək kimi demirəm amma söhbət keyfiyyətli məşqdən gedir. Sən zaten bir məşqdə bir əzəliyə 5 hərəkət, 6 hərəkət işləyirsənsə, deməli sən yalandan yola verirsən. Çünki 3 hərəkət eləmişəm, 3-cü indi edirəm. Yəni artıq kürəyim ideal səviyyədə hiss edirəm, dolub, yorulmuşam da. Bundan sonra mən artıq onun üstünə gedərək heç nə eləyə bilmərəm. Keçəcəm, digər əzələ işləyəcəm. Biraz qola işləyəcək, ya arxa çiyin işləyəcək, ya trapez işləyəcək. Bu qədər. Yəni məqsəd keyfiyyətli olmalıdır. Bunu da eləyə-eləyə tənzimləyəcəksiniz. Amma əgər bilmirsinizsə, öyrənin, öyrənməkdən çəkinməyin. Bu işi bilən adamlara getdiyiniz zaman məşqçiyə qoşulun, məşqçidən məsləhətlər alın, özünüzü inkişaf etdirmək üçün araşdırın. Yəni hər şey əlinizin altındadır. Sadəcə istəməlisiniz, disiplinli olmalıdırlar. Bu da işləyə-işləyə zaten tənzimləyəcəksiniz. Mən 5 ildən çoxdur məşq edirəm. 5 ildən çoxdur. Sırf başqa idman da olsa da məşq eləmişəm. Amma zaten bu elə-eləyə öyrənəcəksiniz, elə-eləyə özünüzdə başa düşəcəksiniz. O gedir kürəyə bunu yaxın eləyir. Sən məcbur deyilsən, sənin zəif tərəfin o deyilsə, başqa cür hərəkət elə, başqa şey elə. bir də Özünə uyğun. Bir də məsəl üçün lat pulldown edirlər, tutaq ki, bu geniş tutuşla. Biraz Hədsiz geniş tutullar. yo. Geniş tutuş lat pulldown elədi, məsəl üçün 3 set. Aha. Sonra gəlir məsəl üçün bu hərəkət işləyir. Yenə geniş tutuş, 3 set yenə. Bu biomexanikanı bilməməkdir də. Yəni məntiqlə fikirləşəndə Eyni şey təkrar elə bir ki, edirsən. heç nəyi tutmamısan, oturmusan, yuxarıdan aşağı çəkiş eləyirsən 3 set. Sonra gəlirsən təzədən yuxarıdan aşağı yenə 3 set çək. Və yaxud da lat pulldown eləyib keçib 3 set turnik eləyirsən. Elə ondan sonra lat pulldown-u 6 set elə də. Onu deyəcək. Hə. Sənin eyni şey 6 set. Ha, edir. 7 set Sadəcə elə də lat pulldown. yaşılda oturmursan, qarada oturursan. Ha. Eyni şey. Niyə eləmirsən? Ona görə biz lap puldan eləyəndən sonra Bir də ki, o daşları elə buraxmayın yerə. bəli, etik qaydalara riayət eləyək. Ona görə biz lat puldanı eləyəndən sonra yuxarıdan çəkiş elədik, biraz aşağıda elədik ki, artıq qanada yox, üst tərəfə getsin. Dediyim digər əzəllərə getsin. Girin bura tutucu çox Gir bura. gözəl. Neçədir? 45-dir? Ha. Ayo, deyəcəm. Azaldım o. Yox, qoy, 50 qoy. Hə, demə. Bırak. Getdi. Ki, yaxşı.
Dirsəyimə vurmur amma nəsə. Yaxşıdır Sağalır da. deyəsən ha, altı. Bir-iki məşq gözləməliyik də özümüz ikimiz də. Yox, mən bu həftə push eləməyəcəm onsuz da. Ana qəşəng. 6-cı gün bəlkə ayaq eləyərəm. Bu arada ayaq işləyin. Gör harda deyirəm, hala ayaq işləyin. İşləməsəz də olar, boş deyil. Ölüm də bədəni var, ayaq işləyir. Bəli, buraları kəsəcək. Kəsəcək miyizdən? 12. Axıncı da? Yox, 13, 2 dənə vuracam. Allah. Mirzə xoşlayır çox təkrar eləməyi. Mən xoşlayıram ağır, az təkrar eləməyi. 14-15-dir? 15. Ver mənə. O belə 14 olur. Şöyle orada ölürəm deyir 14'də 15. Şeye gözledim, Ecəmlə davay 5 dənə də. Bu 60'a qoy bura. Düşünürəm ağır çəkdə sürüşsün. Deyirsən sürüşməz? Və Yox, sürüşsə bırak. öləcəm. İkinci videoda, Onu mən burada deyəməyəcəm. sürüşsə ikinci videoda mən yoxum. Vereyim? Dəqiqə. Ne söylüyorsun? Bir. 2. 3 kaşığına. Səmin latlar buradan bir dənə bomba işləyir. Doğrudan. Allah'a. Baxanda görürsən. Ha. 5. Elə bir ki bu da qanad asıb satsan. Evet, bu qalabalıqlara da. 6. Reklam eləmdə evet. 8 yaxşı. 2 dənə. 9 əla. Aha. Oh, əla. Gözlə. Üzümə dəyməz. Bırax. Oh, yaxşı idi. 8 dənə ediyor. Yüngülvarı trisepsi də işlədir. Yüngülvarı. Bir damcı. Stabilizasiya kimi. Tamam. Stabilizasiya kimi. İlk iki hərəkəti mən demişdim. İngilizcədə yenə bir hərəkət sırası var. Seç, müəllim. Facebook da Murat. Bununla Facebook'u bırak. eləyəcəksən. Hə. Çox deyil. Mən 20-dən artıq eləməyəcəm. Doğrudan deyirsən. Ciddiyəm. Düzdür, mən də biraz yorulmuşam. 40 eləyim. Qətiyyən ağır girləsi bir hərəkət deyil. Mən Mirzə 40 girir. Murat 15 təkrarım sırma. Mirzə 40 girir uşaqlar. Mən 20 girəcəm. Deməli burada məntiq nədir? İzah edin. Bilmirəm Murat sən necə eləyirsən. Mənim öz doğru bildiyim formu göstərirəm. Tutuş budur. Vurursan əllərin üstü bir-birə baxır. Biraz arxaya gəlib nisbətən arxaya eləyirsən. Çiyini salırsan yerinə. Dartıb buraxanda bura kimi gəlməli. Bu olmalı deyil. Çiyin çıxmalı deyil yerindən. Göz hizasında dartmalısan. Su texnik olaraq super işləyirsən. Mən sadəcə bunu heç vaxt işləmirəm deyə mən də belə eləyərəm. Dedim 50 qoyum da, yüngüldür. Hə? Dedim 50 qoyum da. Qorxdum mən 11. 12. 13. 14. 15. 16. Təsəvvür elə. Arka çiyini çəkdi, arka çiyini işləyən düzümü çəkirsən. Getdik. 1. Hələ. 2. 3. Yaxşı. 4. Dirsəklə biraz aşağıda bırak. 5. Əla. 6. Yaxşı. 7. 8. Əla. 9. 10. 11, 12, 3 dənə də, 13, 14 bir dənə də, 15. Əla. Mirzə, sənə deyim ki, reverse backtackdən daha yaxşı hiss eləyirsən. Bu deyirəm də burada, nə deyirəm? Amma mən şeyi xoşlamıram. Bax, bir kabel oradan, bir kabel oradan. Bunu xoşlamıram. Mən bunu xoşlamıram. Mən deyərdim ki, ona öyrəşəndən sonra biraz öyrəşsən onu da xoşlayarsan. Oradakı stabilizasiya məni biraz yordu. Biraz o problemlidir, amma öyrəşəndən sonra məncə o da. Bu amma bura təkcə arxa çiyin üçün yox da, ümumi qamət üçün, bədən dikisi. Bunu mən məsəl üçün xanım tələbələrimə də elətdirirəm bu hərəkəti. Hətta sənə deyim ki, mən bunu davamlı eləsəm, bəlkə də çiyin problemini yaşamazdım. Məhz o dediyimiz bağlara daha da yaxşı işləyir. Sırf arxa çiyin yox, sağlam bir duruş qabiliyyəti üçün də nəzərdə tutulur. Oynaqları da şeydir də belə deyim. Çox universal hərəkətdir də.
Bu arada çəkilişdə göstərdiyi köməyə görə Sakolin cimə təşəkkür. Düzdür, mən özüm burada trener işləyirəm. Cəmil ilə bir ara burada işləyib. Özü də burada olur. Mən özüm 2, 4, 6, 3 günlər buradayam. Zal 7-ci mikrorayonda yerləşir. Azadlıq metrosunun yaxınlığında. Cəmil özü də həm Əhmədlidir. Cəmil özün istədiyin harda? Mən də məşqçi fəaliyyəti göstərirəm. Həftənin tək günləri Biləcərdə, tut günlərdə Əhmədlidə. Özüm sadəcə burada yaşayıram. Bu zalda da vaxtında işləmişəm. Həm də bir tərəfdən mənə görə də gəlir bura. Və bir yerdə onda daha keyfiyyətli məşq eləyir həqiqətən. Mirzədən də çox şey öyrənirəm. Məsələn, bu hərəkətlərdə mən axır vaxtda işlədir, xeyrini də görürəm. Ona görə yəni öyrənməyə azıq bu da. Öyrənməyə çalışıram. Yox, kiminsə məsəl üçün mən ondan yekəyəm, mən ondan nə öyrənəcəm deyə düşünməyin. Düzgün bir məlumat, düzgün bir bilgi əvəz olunmaz bir şeydir. Yəni fakt olan bir şey eləməlisiniz. Bu ego eləməyin, öyrənməyə çalışın. Bücüt 20 bəsdir. Bəlkə şeyin qantellərini eləməyək, çəkilərindən eləyək bunlarla. Şey taxaq bura, nə? Yumrularla. Ha, niyə elə eləyək? Eyni şeydir də. Daha da yaxşı tutmaq Bunu prosta burası sən mənə başa salarsan da. Deməli, bir balaca dizləri qırırsan, bir balaca. Biraz gövdəni önə əydin, düz, full yuxarı. Aha, yes. Bir, super. Yəni buradan gəlsən zəhmət çək. Bax, bu hissəni sıxışdırır. Bu hissəni sıxışdırır. Görürsünüz, sırf trapezlə sıxışdırır. Yəni bir də mən çəkdim, qolunu qatdalayım, qolunu yox. Sırf trapezin özünü işlədir. 12 təkrar, 10 təkrar, bəs bizdə. 2-yə 3 set eləsəz kifayətdir. Çünki bayaq elədiyimiz Facebookda da zaten trapez işləyirdi, Tibarovda da işləyirdi. Burada da sırf əzələn özünü izolasiya edirik. Biraz çox elədim. Alışmağa görə, ha? Həm alışmağa görə həm də biraz yüngül gəldi, biraz. Heyf ki, orada qantellərdə böyük bir sıra var ona görə. Çəkilişə. Ona görə bu məşqlik 20-lərlə idarə edəcəyik. Bizdə saçımı azaltmışam, məşqim daha rahat gedir. Ciddi. Mən də istəyirəm, Ciddiyəm, mən uzun saç yaraşır, amma çox yorur. Bütün gün zalda məşq keç, məşq elə, bezirsən. Tərin suyun içində. İndi bax daha yaxşı görsən trapezdən işləməyi. Orada? Ha, 3. Bura bir set də eləyək məncə. Ola. Bir set də gedər. Ola. Bu günə özəl yaxşı yatmışam. Yaxşı giyinmişəm ki. İri olum da bu kadar. Bu günə özəl. Bir də çox adam qidanı sırf çəki artırmağa və ya çəki azalt. Diyetalar məsəl üçün sırf çəki artırmaq və ya çəki azaltmaq üçün saxlayır. Məsəl üçün karbonhidratların önəmini bilmirlər ki, karbonhidrat məşqdə enerji üçün lazımdır. Düyüdən çox adam qorxur ki, düyü yesəm kökələrəm. Halbuki ən super qidadır ya düyü. Sırf İndeksi yaxşıdır, sürətlə həzm olunur, təmiz, ideal karbohidrat. Yəni, razıyam ki, kalori defisitində olan insan üçün yaxşı deyil. Həcmi azdır deyə tez acacaqsan. Hardasan, hə. O baxıma yulaf daha yaxşı ola bilər, kartof daha yaxşı olar. Daha çox saxlayır. Eyni keyfiyyətdə yüksək həcmi var qidanın. O doyuraz. Amma düyü idealdır. Mizan dediyində haqq var. Yəni, qidalanır. Bəlkə də düzgün də qidalanır ha, amma aşağı-yuxarı söhbətinə görə məqsədinə uyğun deyil onun. Bu adam yeməlidir. Çox götürüb təmiz şeyi az yeyir ki, yox mən qorxuram, məni düyü piyləndirər. Düyüdən qorxmaq lazım deyil. Yuxarı porsiyalı düyüdən qorxmaq lazımdır. Məsəl üçün, sən kökəlirsənsə, bunun qramajını saxlaya bilərsən 400-də, 500-də. Arıqlıysansa porsiyasını azalt da, sal 100 qrama, 200 qrama. Düyü söhbəti də var. Sən gedib qıraqda bilinmədiyi bir restoranda nə olduğu bilməyən yağlı düyü yeyirsənsə, təbii ki, sənə zərərdir. Özün evdə bişirdiyin təmiz düyünün heç nə əvəz eləyə bilməz karbohidrat üçün məncə. Yəni ideal karbohidrat. Sudan da qorxurlar, bırak. Ha. Su üçün bu kökələrən. Nə qədər su içə bilirsən iç. Suyun sənə bir dənə zərəri ola bilər, şəhərə çıxanda tualet axtara bilərsən. 70-80% bicepsi işlətmişik. İşləməsək də olar. Hal-hazırda mən deyərdim ki, sırf gəlib bura qol günü eləyən qaqaşlar var. Məsələn, bu günləri qaqaş səndə nə gündür? Qol günü. 4 hərəkət biceps, 4 hərəkət triceps eləyən qaqaşlardan deyərdim ki, daha yaxşı biz qola işləmişik. 100%. Qol hərəkəti eləməyə. Amma yenə də tam 100% işlətmişik deyə bilmərəm. Ən az tamamlamaq üçün bir hərəkət belə olsa eləmək daha yaxşı olar. Yəqin ki, razılaşarsan. 100% razıyam.
Mənim hətta ən yaxşı inkişaf edən əzələm nə deyim? Mən çox vaxt kürək məşqi işləmirəm ümumiyyətlə. Çünki Neçə hərəkət edirsən bura bisepsə? bura demək olar ki, eləmirəm, amma 2 həftədə bir zad elədiyim vaxtlarda kürək məşqində hiss eləsəm ki, yaxşı stimul getməyib, maksimum 2 hərəkət eləyərəm. 1 ya 2 set. 1-2. Ön faza, yan faza. Görürsüz də bisepsi. Hə. Yəni natural 1-2 hərəkətdən bu biceps eləmək mümkündür. Böyük bisepslərin sirri, böyük tricepslərin sirri böyük və güclü kürəkdən, sinə və çiynindən gəlir. Əlbəttə. Böyük əzələviz böyüksə, kiçik əzələnin böyük olma ehtimalı yoxdur. O elədiyimiz pull down'da Mirzə ilə biz 80-90 çəkilər dartırıq. 10 kilo insan bunu eləyərək o həcmi əldə edə bilməz. 100%. Sadəcə əgər professional atlet səviyyəsində bu işi eləyirsinizsə, hər əzələni detay işləmək var. İşləmək, hə. Pull down eləmişik, wide grip row eləmişik deyə. Brachialis'in yaxşı işlədiyini düşünürəm. Bir dənə qəşəng ya ikisi eyni anda cable curl eləyək, ya da onu tək-tək olan formasında eləyək. Bayejan. Bayejan gedir də Deyəsən. Hansını istəsən eləyək. Mən deyərdim ki, Orada vaxt cəhətdən də barbell'la eləyək. Barbell'la. Barbell'la. Mən deyərdim vaxt cəhətdən. Sən nə düşünürsən? Bəlkə Bayejanı orada Bayejan yazılır, bilmirəm, tələffüzünü səhv deyə bilərəm. Hələ cable curl-dür. Hələ cable curl bəlkə ikili eləyək orada. Orada eləyə bilər. O məsafəsi də yaxındır ki, bunu orada eləyə bilər. Şeyləri gətirim nə? Sən get ora bura, aşağı sal gəlirəm mən. Yaxşı bura. Girin birinci setə. Getdi. Süper işləyirsən ha Mirzə. Qəşəng stoyka tutmusan özdə. Stabil. Bura. Mən biraz başımı dirirdim bura. Bu stabilizasiya öyrənmiyorsun. Başımı dirirdim bura belə. Belə. Sonradan qorxdum güzgüz atqırılar. Yaxşı maya qoymusan bu hərəkətə. Mən bunu tək-tək işləməyə biraz qorxuram. Məqsəd eynidir burada onsuz. Hə, sadəcə alışqanlıq. Hə. Ümumiyyətlə mən deyərdim ki, hansısa bir əzələnin digər əzələdən daha az inkişaf elədiyini hiss edirsənsə, məsəl üçün də tamam ki, bench press eləyəndə sağ nisbətən aşağı gedirsə, sağın nisbətən zəif olduğunu hiss edirsənsə, daha çox qantellərlə və yaxud da ki, tək-tək olan aparatlarla hərəkət eləmək üstünlüyü verərsən. Daha fərdi, yəni hər əzələnin, hər qolu ayrı-ayrı işlətməyinizi məsləhət görərdim. Məsəl üçün, bench pressi benchlə yox, barbell'la yox, yəni ştanqla yox, qantellərlə eləməyi məsləhət görərdim ki, hər qol ayrı-ayrı işləsin. Və yaxud da ki, hammer curl, sən elə bırak, narahat olma. Hammer curl məsəl üçün, trosda kəndirlə bu vəziyyətdə eləmək əvəzinə, adi qantellərlə bu vəziyyətdə ayrı-ayrı işləməyi daha çox məsləhət görərdim. Çünki kəndirlə eləyəndə istər-istəməz güclü olan qol nisbətən zəif olan qoldan uğraya bilər hərəkəti. Məsəl üçün 100% işləyirsənsə, 60% sənin sol qolun, 40% sağ qolun işləsə, yenə zəif olan qolun inkişaf eləməyəcək. Amma ayrı-ayrılıqda işləyəndə hər qola lazım olan stimulu verə bilirsən. Hayda. Tükəniş. Getdi hə? İstəsəm də getməz də Burak. Bu video bu qədərdir. Bu bizim birinci videomuz idi. İlk asılışını elədik. Ümumi məşqimiz gördünüz. Kürək işlədik. Kürək arxa zəncir olaraq tam işlədik. Qol işlədik. Bisepsi tamamladıq. Yaxşı bir məşq etdik. Mən çox rəsm edir. Əlavələrim varsa Burak elə çox xoş oldu. Əlavə heç nə. Bu tip videoların davamını istəyirsə, bəyənmək, paylaşmaq yox, daha çox rəy yazaraq bildirsəz daha yaxşı olar. Yəni rəylərdə göstərsəz ki, bu belə video bizə böyük dəstək, motivasiyadır. 100%. Məqsədimiz naturallığı təbliğ eləməkdir. Nəsə bir sualınız varsa kommentdə, rəy bölməsində, Instagramlarda yenə buradan aşağıdan çıxacaq. Köməkliyi göstərərik.
nəsə köməyimiz deyilsə, nəsə ilham olursa, bizə hələ ən böyük Nə qapısı xoşdur. odur. Biz onsuz da bu işi görürük. Sadəcə əylənərək də sizə göstərəcəyik. Növbəti məşqdə də sinə, çiyin, qol arxası olaraq. Yəqin ki, elə olar. Bəli, ölməsək. Və yaxud da sizin nəsə bir video fikriniz varsa yaza bilərsiniz. Ha, rəy bölmə. Onu da çəkə Qol bilərik. günü. Çiyin günü. Çiyin. Bəs nə? Əlaydı Murat. Çox sağ ol. Bəyənməyi, rəy yazmağı unutmayın. Hələlik. Görüşmək üzrə.